Sabah ümumiyyətlə hər zaman varmı? Sabahı görmək olurmu? Sabaha plan qurmaq olurmu? Adətən deyirlər ki, bugünlə yaşa. Yox, insan elə sabahla yaşamağı bacarmalıdır. Çünki əgər sabahla yaşamayacaqsansa, qarşıma bir hədəf qoymayacaqsansa, qarşıma bir məqsəd qoymayacaqsansa, bugünlə yaşamaq çox üzr istəyirəm. Hər bir canlının işi bugününü Başa vurmaqdır. Başa vurmaqdır, təmin etməkdir. Baxırsınızsa, əgər heyvanat daim axtarışdadır, yemək axtarışındadır. Yəni, durmadan yemək axtarır. Bugün insanlar nə axtarışındadır? Mən düşünürəm ki, onun içərisində hər şey var. Yəni, insan fiziki olduğu qədər də ruhani varlıqdır. Yəni, onun mənəvi tərəfi də var. Əgər necə ki, biz yemək olmadan o aclıq çəkiriksə, qüvvəmiz azalır, xəstələnirik, qarşımıza çıxan maneələrə gücümüz çatmır. Məsələn, bir daş var yolumuzda. Əgər gücün olmasa, o daşı yoluna ata bilməyəcəksən. Deməli, ilk bizim təməl ehtiyaclarımız yeməkdir, qidadır, həm də. İndi o daşı qaldırmaq üçün mütləq lazımdır ki, qüvvən olsun. O qüvvəni də təmin edən şey insanda qidadır. Amma qarşımıza bizim mənəvi maneələr də çıxır axı. Onların da öhdəsindən gəlmək üçün gərək o mənəviyyatımızı da qidalandıraq. O da güclü olmalıdır. Birini ac, birini tox buraxmaq olmaz.